Gəldik əsas məsələyə, dərsin daha çox praktik tərəfinə. Linuşahid nəmədic müxtəlifə minəl-ləhəcətil arabiyyəl mütənəvvi'a. Ne deməkdir bu? Kim başa düşdü? İxtiyar. Müşahede edilik. Edək. Edək. Linuşahid nəməzic Numuneler. Muhtelif numuneleri minel lehçetil arabiyen, Arap lehçelerinden. ərəb ləhcələrindən. Bəli, artıq gəldik. Biraz uzun danışdıq ərəb ləhcələrindən və qeyd elədik ki, ərəb ləhcələri qədimdən bəri mövcud olub. Məhz o ləhcələrin əsaslarından, öz varlığını qoruyub saxlaya bilənlərindən ərəb ədəbi dili formalaşıb və bugün artıq müasir dövrümüzdə bir neçə ərəb ədəbi dili yoxdur. Vahid bir ərəb ədəbi dili var. Amma ləhcələr çoxdur. Hər xalqın, hər ərəb dövlətinin özünə məxsus ləhcəsi var. Biz buna gündəlik danışıq deyirik, əl-amiyyə deyirik və bunlar da bir-birindən fərqlənir. Bu haqda da biz kifayət qədər danışdıq. İndi gəlin, bugün mən sizə gətirdiyim diğer numunelərə baxaq. شلون خاشوقة الشفاء خلي لك عطشان؟ خلي لي بس خاشوقة وحدة. خاشوقة واحدة شنو؟ أنت تستاهل أكثر. هاي وحدة، وهاي اثنين، وهاي ثلاثة. إيه. أزقدم قليل الشكر. قلت لك خاشوقة واحدة، صار يلعب النفس. هو طلب خاشوقة شكر وحدة. وانا صرت شعيم وخليت له 3 خواشي. قلت خطيه حتى الشاي يصير حلو. صار هنا وتفاجأت انه الشاي ابد ما عجبه وما راح يشربه اصلا. ايه هو هذا بالضبط المبدأ المعاملتك للناس. لازم كل واحد تعطيه على قد قدرته للذوق. وهنا اني ما جاي اقصد الشاي، يعني اقدم للشخص الشيء اللي يستحقه واللي هو عايده من عنده. بدون زياده وكرم وشيء هو ما طلبه منك. تدري ليش؟ لان بالاخير انت اللي راح تكون غلطان. هو ما طلب الطلب زايد. Kim buradan ne başa düştü? Yadınızda kalan sözler ne oldu? Mesela burada çeşitli deyirlər, ha deyirlər qaşığa. Milağatun. Fikir verin ne kadar büyük var. Milağatun hara, haşuge hara. Haşuge. İşkemdir. İşkem. Bu kem sözüdür. خاشوقة واحدة شنو؟ أنت تستاهل. Şino deyir. Mədə deməkdir. Mədə, şino ləhcədə, İraq ləhcəsində. Şino, mədə deməkdir. Xaşuqə şino. Yəni, məhiyyəl məl'aqa. Ərəb ədəbi deyil. Yəni, bir qaşıq nədir? Demək olar. Sonra bir başqa söz də deyir. Əntə testahil əksar. Bu testahil sözü də işlənir. Kim eşidir bu sözü? İstahakka fiilidir bu Arap dilinde olan. Testahikku. Ente testahikku ketiran. Sen daha çokuna layıksen. Ha? Ama lehçede nedir? Ente testahil aksar. Ente testahil aksar. Testahil. Testahil aksar. Karşılığı şunu. Ente testahil aksar. Ma hiyel mil'aqa? Ente testahikku ketiran. Fikir verin. Edebi dinle mukayesede ne kadar fark var. هاي وحدة، وهاي اثنين، وهاي ثلاثة. إيه. أزقدم قليل الشكر. Hayjged mi halil şaka? Jged. Jged sözü var. Bu da lehçe sözüdür. Kem demektir. Ama her yerde istifade olunmur. Başka Arap lehçelerde bu giddeş kimi istifade olunur. Giddeş. Jged Irak'da, başka ülkelerde ise giddeş kimi istifade olunur. مثل خاشوقة واحدة، صار يلعب النفس. Bak. İki. Gidlek. Bu aslında ultu leke demektir. Bak biraz evvel ben dedim bir müddet Arap ülkesinde yaşamak kifayetdir ki biz lehçeleri öğrenək. Burada neyi öğrenecek? Hem o bir oy sözü öğrenecek. Aynı zamanda da bəli, onlar bir fiili necə işlədirlər? Mesela gıtlek, onlar kısalttılar. Ultu leke. Gıtlek. Hani gıtlek.
Bitti. Bunu öyrənəndən sonra ərəblər bir başqa feili o cür qısaldanda anlayırsan ki, bu qalə feilinin başına gətirdikləri işi bunlar gətirirlər. Buradan bunu yadda saxlayırsan. Aydın olur? Yəni demək, yaşamaqla biz həm yeni sözləri öyrənirik, ləhcədə olan sözləri öyrənirik, həm də bir-iki yerdə olaraq hansı feili, hansı cür istifadə edirlər. Bunu biləndən sonra bəzən biz özümüzdə o qədər o beyin-daxili, bizdəki o vərdiş o qədər inkişaf edir ki, bəzən heç eşitmədiyiniz sözü də ərəblərin işlətdiyi kimi ləhcədə işlətməyi bacarır. Məncə bu da olur, təcrübədə sınanmış bir şey. هو طلب خاشوقة شكا وحدة وانا صرت كريم وخليت له 3 خواشي قلت خطية حتى Ani cinnet Kerim. Bax, kafı çır kimi tələbbiz edir. Ki böylədir. Deyir, o məndən bir qaşıq istədi. Ani cinnet Kerim. Mən dedi, səxavətli bir adam idim. Ona görə də 3 qaşıq əlavə elədi. Onun çayına. Bax, ani, ənə deməkdir. Ani. حلو صار هنا تفاجأت انه الشاي صار هنا ماذا حدث هنا demektir. صار هنا şey sual ərəzliyinin qarşılığıdır. Ləhcədə istifadə olunur. Sara feili kâinə feilinin yerinə ərəb dilində, İraq ləhcəsində daha çox istifadə edilir. İstifadə olunur. ما عجبه ما راح يشربه اصلا ما راح يشربها asla. Yani bunu hiç içə bilmədi. Sonra ərəb ədəbi dilində gələcək zamanı düzəltmək üçün nədən istifadə edirik? Ya sə ya da saufa. Yəni istifadə etməklə biz gələcək zamanı düzəldirik. Əzhəbu gedirəm, sə əzhəbu ya da saufa əzhəbu gedəcəyəm. Bir çox ərəb ləhcəsində, Körfəz ərəblərinin də ləhcəsində var, bu İraqda da var. Bu rah feilini sə və ya da savfanın yerindən istifadə edirlər. Məsələn, deyir ki, raha ruh. Raha ya ruhu getmək deməkdir harasa. Raha ruh, mən gedəcəyəm deməkdir. Oldu. Raha şufək, mən səni görəcəyəm. Və ya da raha ktib yazacağım. Raha hissəciyi, savfanı ləhcədə əvəz edən bir هذا بالضبط المبدأ المعاملة الناس لازم كل واحد تعطيه على قد قدرته للذوق bax, hərəkət. Deyir ki, hər kəsin öz zövqünə qədər verməlisən. Çox versən, sən səxavətli də olsan belə, bu fəsad yaradır. لا أني ولا يقصد الشاي يعني قدم للشخص الشيء Fikir verirsiniz, ərəb dilində olan şayı da bir çay deyir. Yəni, şığları da şığlaşdırırlar bu ləhcədə. استحقه واللي هو عايده من عنده بدون زيادة وكرم وشيء هو ما طلبه منك تدري ليش؟ لأن في الأخير Tedriliye ve Arap'a fiilidir. Aslında bu şey dara, yedri fiili Ərəb ədəbi dilində də var, amma Ərəb ədəbi dilində çox istifadə olunmur. Amma bu ləhcə sözü kimi tedri, ani, edri, mən bilirəm, sən bilirəm kimi istifadə olunur. Hab. هذا بسكليتة ساكن عربية سيارة Arabaya. مصاري يس جزرة Asansör. Mesela yıktı. شحاط شوف سبحان الله اتفقنا على عينه Ruza hamısı eyni şey deyirdi ki, Subhanallah ittifaqna alə kəlimə vahidə. Yəni sevinirlər buna bir əlbəttə ki, yumor məqsədən. Amma elə deyil, məsələn, İraqda da timmən deyirlər dünya. Timmən istifadə olunur. Beləliklə, biraz uzun çəkdi dərsimiz. Mənim üçün çox xoş oldu. Dərsin əvvəlində də dediyim ki, bu elə bir mövzudur ki, buradan danışdığımız hər bir məsələyə bir dərs həsr edib, uzun uzadı o haqda da danışmaq olar. Bugünkü dərsdə məqsəd o idi ki, siz nə bilirsiniz, biraz siz danışasınız. Amma bəziləriniz gördüm ki, danışmazda o qədər də həvəsli deyilsiniz. Amma növbəti dərslərdə əgər iştirak etməli olsanız, mütləq qarşınıza məqsəd qoyun ki, mən bu günləri bu dərsdə
özüm də nəsə danışacağam. Çünki bu həm də sizin üçün faydalıdır. Bu dərsdə biz sizə həm də nəzəri məlumatları vermək istədik. Mənə elə gəlir ki, bu ləhcə haqqında sizdə olan bəzi suallar öz cavabını tapdı və bəzilərində siz gedib bundan sonra özünüzü araşdıracaqsınız və bəzən də ləhcələrlə bağlı yazılmış kitabları oxuyanda daha yaxşı başa düşəcəksiniz. Bir dərsdə nə qədər sizə fayda verə bilərdiksə, əlbəttə ki, imkanlarımız daxilində bunu verməyə çalışdıq. Nəticə budur ki, ərəb dili çox gözəl dildir. Ərəb dili öyrənilməli dildir. Ərəb dilinin müxtəlif ləhcələri var. Ərəb ədəbi dilini öyrənməyə daha çox vaxt sərf eləmək lazımdır. Amma ləhcələri də öyrənmək bir çox yerdə bizim işimizə yarayacaq. Ləhcələri öyrənmək üçün səfər etdiyimiz ölkədə bir müddət qalmağımız kifayət edir. Bu heç vaxt sizi qorxutmasın. Sizdə də kimsə gəlib ərəb dilini öyrənmək istəsə, desə ki, ay müəllim, mən bilirəm ki, ərəb dilinin ləhcələri var, onların hamısını nə vaxt öyrənib qutaracaq. Onlara demək lazımdır ki, yox, sən elə ərəb ədəbi dilini öyrən. Gələcəkdə hansı ərəb ölkəsində yaşamaq istəsən və yaxud da o ölkənin vətəndaşları ilə ünsiyyət qurmaq istəsən, qısa vaxt ərzində siz bir-birinizi başa düşəcəksiniz. Çox nadir hallarda sən ərəb dilində danışa bilərsən, ədəb dilində ki, səni heç başa düşməsinlər. Düzdür, çətinliklə də olsa, qarşındakı səni başa düşəcək. Və bir də belə bir məsələ var. Biz hər hansısa bir ərəb ölkəsinin ləhcəsini öyrənsək, deyək ki, mən bu günləri qarşıma məqsəd qoyub Misir ləhcəsini öyrənirəm, biz sabah gedib Misirlərlə daha rahat ünsiyyət qura bilir. Bir yüz tarih ilə getirdi ki, mən Misirə yox, İraqa getməli olub. Onda bu şey, amma o vaxtı ərəb ədəbi dilini öyrənməyə sərf eləsək, bizim istirəcəyimiz bir şey olmayacaq. Məhz ərəb ədəbi dilini birinci öyrənmək lazımdır. Daha sonra isə ləhcəni öyrənmək o qədər də vaxt aparan bir şey deyil. Burada mən mövzumuzu yekunlaşdırıram. Çox bir neçə dənə başqa videolar da var idi. Mənə də gəlir ki, bu qədər dərsin uzanması daha çox yorucu ola bilər və göstərəcəyim videolar da o qədər də faydalı olmaya bilər. Qoy qalsın, nə vaxtsa bu mövzunu bir də açsa, onda yenə danışarım. Amma mən çox istəyərdim ki, ola bilər ki, bu dərsə gələrkən sizin beyninizdə təkcə ləhcələrlə yox, ərəb dilinlə bağlı hər hansısa bir sual ola bilər və yaxud da mənim verdiyim məlumatlardan sizdə hər hansısa bir sual yarana bilər. Buyurun, növbə sizin. Kimin sualı varsa, kimin sözü varsa buyursun.